Xətai metrosunun tam çıxışında, Xətai Rezidens yaşayış kompleksində gördüyünüz bax bu binada 106 kvadrat 3 otaqlı mənzil satışa çıxdı. Mənzilin 2 dənə də özünə aid qarajı var, hərəsi 20 kvadratdır. Hamısı birlikdə mənzillər təklif olunur kvadrat metrəsi 2700 manatdan və qarajlar da əlavə ödənişlə təklif olunur. Bu mənzil, siz əgər bu mənzilə sahib olsaz, bunu yaxşı bir qiymətə kirayə verə bilərsiniz və yaxud da burada yaşaya bilərsiniz. Çünki yaxınlıqda 5 saylı məktəb, metroya yaxınlığı və digər dənizə yaxınlığı və digər lokasyonlara yaxınlığı çox önəmli bir yerdə yerləşir. Mənzil 3700 manata təklif olduğu qiymət hal-hazırda yaxınlaşıb Xətai Rezidensin özündən bu mənzili əldə eləmək istəsəz, sizə 3300 manata təklif eləyirlər. Binaya 3 dənə sürətli Sigma lifti qalxır. Koridorlar belə gördüyünüz kimi tərtəmiz. Bu yanğın çıxışımız və bu mərtəbədə 1, 2, 3, 4, 5, 6, 7, 8 qonşu var. 24 mərtəbəli binadır. Biz binanın 10-cu mərtəbəsindəyik və mənzilimiz budur. 106 kvadratdır. Gördüyünüz kimi bu mənzilin girişidir. Mənzilin planlanması belə olmuşdu ki, bu giriş hissə, burada mətbəx, bu hissədə qonaq otağı və burada 2 dənə yataq otağı. Bu hissə orta koridor. Bu da balkonudur. Balkon sol tərəfdə bir dənə balkonu var. Buradan isə görə bilərsiniz pəncərədən birbaşa Xətai metrosuna deməli çıxışı buradan görsənir. Birbaşa Xətai metrosunun çıxışıdır. 24 mərtəbəli binadır. Binada hal-hazırda mənzillərin kvadratları 3300 manatdan təklif olunur. Hal-hazırda burada binanın satış qiyməti 1 kvadrat metrə 3300 manatdır. Mənzillərin əksəriyyəti demək olar ki, satılıb. 1-2 mənzil olar ya olmaz. Amma biz bu mənzili kvadrat metrəsini 2700 manatdan təklif edirik. Təcili satışdır, ehtiyac olduğu üçün bu qiymətə satışı biz təklif edirik. Və bu da balkon hissəsi. Bax, balkonu da belə görsənir. Gördüyünüz kimi qaz, işıq, su, bütün sayğaclar var. O gördüyünüz bina Ali Neft Məktəbidir. 5 nömrəli məktəbdir və Ali Neft Məktəbi də yaxınlıqda yerləşir. Çox gözəl bir konumdadır. Binanın bu hissəsində isə deməli binanın altı 3 mərtəbə maşın qarajlarıdır. Bu evin də 2 dənə, bir dənə yox, 2 dənə qarajı var. 20 kvadrat yan-yana. İndi gedək sizə qarajları da göstərim. Bu isə mənzilin qarajıdır. 20 kvadrat və 20 kvadrat. Həmin mənzilə aiddir. Bu qarajları amma əlavə qiymətə daxildir. Yəni mənzilin kvadrat metrəsi 2700 manatdan satış təklif eləyirəm sizə. Qarajları isə 40 min manatdan təklif eləyirəm. Əgər kiməsə maraqlı olsa, qarajları da mənzillə bir yerdə verə bilərik. Məlum məsələ ki, şəhərin mərkəzində olan bir kompleksdə, bir premium binada belə bir 3 otaqlı çıxarışlı mənzilin qarajları da olması da əlavə bir üstünlükdür. Bu çox gözəl bir təklifdir. Bu mənzili məndən alsaz, yəni mənzili yaxşı bir qiymətə, qıdətə bir 1500-2000 manat civarı bir qiymətə mən sizə icarə, qarantiyada icarəyə verə bilərəm. İndi isə mən sizin təkliflərinizi gözləyəcəm. Zəng eləyin. Bu video haqqında fikirlərinizi bildirməyi unutmayın. Kanalıma dəstək olun, xahiş edirəm. Hamınızdan çox xahiş edirəm. Videolara like qoyun, kommentlərdə fikrinizi yazmağı unutmayın və kanalımızı izləməyə davam edin. Hələlik